بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله وبارك على نبينا محمد وعلى آله وصحبه ومن استنى بسنته إلى يوم الدين وسلم تسليما كثيرا رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم لا سهل إلا ما جعلته سهلا وأنت تجعل الحزن إن شئت سهلا أسأل الله الإخلاص والتوفيق والسداد والقبول بالنية والقول والعمل آمين أما بعد السلام عليكم ورحمة الله تعالى وبركاته إخوة الأعزاء مرحبا بكم في سيرة الأعلام النبلاء أعلام الهدى. Çok aziz ve değerli dinleyiciler, kardeşler, hemşinin ve izleyiciler. A'lamul Huda, hidayet imamları. A'lamul Huda ve Duca, hidayet yoluna nur saçan. A'lamul Huda, hidayet yoluna ışık saçan imamların yeni sira silsilesinde sizi görmek çok hoştur. Ve bütün mevzu bu hadisin üzerinde devran eder. El-ulema varasetul enbiya, hakikaten alimler peygamberlerin varisleridir. Ve hakikaten peygamberler özünden sonra ne dirhem ne de dinar terk etmezler. Onların terike yani mirası elimdir. Ve a'lamul huda ve duca, bu silsile niye böyle adlandır ve niye yeni bir silsiledir? Çünkü biiznillahi tebareke ve teala bu silsile başlayacak sıgar tabi'in, küçük tabi'inlerden. Ne demektir sıgar tabi'in? Yani artık yer üzerinde sahabelerin sayı çok az kalmış. Parmakla sayılacak kadar. Ve onlar çok az bir sahabe idrak edemişler. Esasen onların müəllimləri kibar tabi'in, büyük tabi'inlerdir. Özleri sıgar tabi'in olsa da, küçük tabi'inlerden de olsa da, elimdese onlar deryadır. Büyük bir sahili ucu görsenmeyen bir denizdir. Hemçin a'lamul huda, burada esla tabi'in olmayanlar da var. Etba'et tabi'in. Tabi'inleri yalnız gözüyle görme fırsatı elde edenler. Ama subhanallah herden onlar arasında eleleriyle tanış olacaksınız ki onlar sahabeleri bile görmemişler. Ama sahabelerin İslam'a getirdiği bütün faziletleri toplu ve getirmişler. İlla sahabelerle onları farklandıran bir cihet var. Onlar hiçbir zaman sahabe olabilmeyecekler. Li şerefis sohbe. Çünkü onlar Nebiullah sallallahu aleyhi ve sellem'i görmemişler. Onu görmediklerine göre sahabelere hiçbir zaman tay olabilmeyecekler. Li makami şerefis sohbe. Ama onların emelleri böyle eyni mislini getirmişler. Bakma ki hatta bunlar ikinci ve ahırıncı, üçüncü nesildir. Hayrun nasi qarni. İnsanlar arasında en hayırlı olanlar benim esrim, sonra gelenler ve sonra gelenler. Ve biz muntalikan min hâde, buradan itibaren inşallah yola çıkacak sizin ile Allah'ın izniyle bu silsilenin içerisinde etbe tabi'in, üçüncü nesil hemçinin İmam Ebi Hanife ve Malik ve Şafi ve Ahmet ve İmam Bukhari ve Müslim ve İslam'ın büyük, telefonunuzu zahmet olmazsa söndürün. Telefon kimdeyse burada açıkta olmaz bilemek. Harbi kaldık. Bəli, çünkü bu silsile devam edecektir. Allah izin verirse, ömür ederse ta ki İmam Şeyh Elbani'ye kimi. Ona göre bu silsile buradan başlayır.
Kurtaracak onun son dayanacağı Allah ömür verirse bizim esir bizim zaman. Ona göre bu itibarla silsile Sira A'lam El-Huda, Sirat A'lam El-Huda. Ve alimin el-yevm, bugünkü qəhrəmanımız, bu alim kimdir? Çok nadir hisletlere malik bir alimdir. Zamanının en varlı insanlarından biri. Tacirdir o. Çok zenginiydi. Çok varlıydı. Ve zamanının en büyük imamlarından da biri. Ve bu nadirdir. Yani Allah bir insana ikisini de topluyor. Dünyanı da, dini de. Ve bu çok nadirdir. Bundan da gerbəsi, öz zamanının en güçlü dövüşken serkerdesi de odur. Yani sahabelerin bütün fəzilətlərini toplamış demək olar ki, illa onlara çatmayacaq. Dövüşdə bizim qəhrəmanımız Xalid ibn Validdir. Talhadır. Təsəvvürləyin. Elmdə zirvədədir. Səxavətdə, cömərtlikdə, zənginlikdə Əbu Bakır, Üthman və Abdurrahman ibn Avf'tur. Hatta ona deyərlər ki, sen sahabelerin bütün ettiklerini ettin. Deyərdi, uskutu, susun, danışmayın. Hiç ayakları olmayan, muqaden, elil olan ile ayakları olup gezeni siz tay mı tutursunuz? Bakın onlar sahabelere karşı elə təvəzzükar edilir. Ama əfsuslar olsun ki, bizim zamanda Medine'de okuyanda bir tələbədən belə bir söz eşittik. Şükür ki o tələbə Azərbaycanlı değildi. Haulâi ricalu ve nahnu rical. Onlar da kişilerdi, biz de kişilerdik. Onlar da kişilerdi, biz de kişilerik. Alimlerden birinin kulağına bu söz çatanda çok qəzəbləndi. Dedi, Subhanallah. Axırıncı zamanda gelip 2-3 tane broşür əzbərləyib. İslam için heç nə eləməyib, özün sahabeləri tay tutur. Miskin. Halbuki bizim qəhrəmanınla tanış oladığında diyeceksiniz ki, yani belə insan yer üzerinde gəzib mi torpağın üzerinde? O insanın celaləti, hürməti, məqamı o kadar yüksekdi ki, xəlifələr ona qiftə edirdilər. Yəni xəlifə öz saltaniyeti onun yanında işine görürdü. Deyirdi ki, kaş ki mən onun yerine olardım, onun taxtında. O mənim taxtımda olardı. Xəlifələr, yəni əmirlər də yox, xəlifələr, bütün xilafətin başında olanlar. Elə bir cəlalət və hürmət sahibiydi. Kunyesi Ebu Abdurrahman. Adı Abdullah. Atasının adı El-Mübarek. Naam, huve Abdullah İbni El-Mübarek. Vel-Mübarek Türktür. Bizim qəhrəman Türk balasıdır. El-Mervezi. Merve'dendir. İndiki İran'ın ərazisi. El-Merve, El-Khurasan. Ne ata taraftan ne ana taraftan Arap değil. Anası Havarizmi. Atası Türk. Ve en gerbesi atası Gul. Köle. Ve sonradan azad olmuş. Gelin onun hayatıyla tanış olaq. Evvelce başlayaq atası El-Mübarek. El-Mübarek bir köle, bir Gul. Havarizmi neslinden olan çok zadegen, çok varlı bir kişinin bostanlarında bağbançı işləyirdi. Tabii ki bu bağbançı hem ekmek, hem becermek, hem yığmaq, toplamaq, sulamaq, bütün bu işlere baxırdı. Ve bu kişinin çok büyük sahaları vardı. Orada daha neler yok idi. Ve bu hatırladım ki Arap torpağı değil, Khorasan'dır. Yani orada meyneler, meyveler, kilarlar, her şey. Tamam. Bir defa sahibi Havarizmi, bu varlı zengin insan, öz kölesi Mübarek ile nar bağlarının birinde görüşürler. İş gelir oraya çıkardır. Ve hemen Havarizmi, bu zadegen insan, Mübarek'e deyir ki, mənə bir güzel nar getir. O da gelir ona nar getirir. Havarizmi zengin insan, sahipkar. Narı paralıyır, yiyir, görür ki turştur. Deyir bu nar turştur. Git şirin ve güzel bir nar getir.
ve narı yere tulluyor. Mübarek ikinci narı getirende o da tuş çıkır. Havarizmi. Axı ben sana söyledim. Şirin nar getir. Yendi narı yere tulluyor. Üçüncü defa nar yendi tuş çıkır. Havarizmi sahipkar. Meğer sen şirin nar ile turş narı herhalde de seçebilmirsən. Cevabında el mübarek. Axı ben onların dadına baxmamışam ki seçə də bilim. Deyir, necə sən illər boyu mənim bostanlarımda işləyirsən, bir dəfə də olsun onların dadına baxmamısan. Deyir, sən ha vaxt mənə icazə verdin ki, mən də bunu edim. Bir dəfə dedin ki, bu meyvələrin dadına bax. Əslində qardaşlar, şəri hökm olaraq onun dadına baxmaq icazəsiz belə icazəlidir. Bu insanda fiqh elmi yoktur. O bir köle ama bu insanda güçlü təqva var. İman var. Güçlü vara var. El-muraqabetallah var. Allah'ın onu görmesi var. Fıkhi elmi olmadığına göre özündeki olan qənaət nədir? İcazə vermeyip ki dadına baxım. Verseydi bakardım, seçerdim, bilerdim. Ve bu Xavarizmin qəlbinə bir güzel hal salır. Subhanallah, bu insan indiye kimi hiçbir meyvenin dadına bakmayıp ne var ki bir defa da olsun ben buna bu sözü açmam, söhbət açmamışam. Ve başlayır mübareki izlemeye. Köle kulu. Köle de Türktür. Gör ki bu insan saimun bin nehar, gündüzleri oruç. Kaimun bil leyl, geceleri teheccüd. Ve güzel hüsnü serirası var. İş dünyası mühteşem. Abidun, zahidun, mu'minun, hafiyyun, taqi. Şöhretten kaçan, Allah'tan korkan mükemmel bir mümindir. Ve gelip ona soruşur ki kadını İslam'da kime verirler ərə verəndə? Veyahut da ki sualı belə qoyaq. Hansı xüsusiyyətlərə görə İslam'da kadınla evlənirlər? Mübarekin özüne məxsus bir cevabı var ama möhtəşəmdir. Deyir, Yahudilər kadınla evlənəndə onun varının dövlətinə görə evlənərlər. Hristiyanlar ise kadının hüsnü cemalına, gözəlliyinə görə onunla ailə qurarlar. Ərəblər isə cahiliyyədən söhbət gedir. Ərəblər isə nəsəbinə görə filan qəbilədəndir. Müsəlmanlar isə fikrini ayırdı. Müsəlmanlar isə dininə, imanına görə. Allahu Ekber. Bakın bunun çıxartdığı qənaətə. Yəni bu elm əhli deyil. Bu abiddir sadəcə olaraq. Bu cevap Xavarizminin çok hoşuna gelir. Ve başlayır təqib etmeye mübareke. Çok kısa müddette mübarekin güzel serirası bunun qəlbini fəth edir. Qərara gəlir ki bu bizim təbir edəcək multimilyoner Xavarizmi öz yeganə tək ovladı qız balasını buna versin. Nətər desin ki? وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Kim Allah'tan korkarsa Allah ona bir kapı açar. Ve düşünmediği yerden ona ruzi verer. Bakın Xavarizminin yegane tek varisi. Bir balası var, o da kızı. Ve evvelce tabii ki quldarlıqdan azad edir. Olur hür. Kızı da razı olur. Mübarek de özü de yaraşıklı olur. Ve bunları evlendirir. Çok kısa bir müddet geçir. Çok geçmir ki El-Xavarizmizadəgən dünyasını değişir. Bütün mülk, miras kalır mübareke öz həyat yoldaşıyla beraber. Bunların bir övladı olur. Ve çok qəribədir ki o da ata-ananın yeganə övladı olur. Adını qoyurlar Abdullah. Abdullah İbni Mübarek. Ve bir müddet geçir ki biz Mübarek'i de itirdik. Kalır Abdullah anasıyla tek. O zamanlarda insanlar tez helak olardı. Çünkü futuhat zamanıydı. Cihada katılırdılar, futuhatlara katılırdılar. Kişiler tez helak olurdu, helaksız. Kalır Abdullah anasıyla beraber. Ama Abdullah sanki biraz nezaretsiz kalır. Çünkü oğlan uşağıdır. Şeyh aylağıdır. Yani bütün günü onlar bizim zamandaki kimi mamanın yanında olmalı bile diyek. Biz necə? Açıq bir hayattır. Bunun sahələri var, torpaqları, evləri var və pis qonşuların, pis uşaqları
Abdullah'ı yoldan çıkardır. Abdullah Allah'ın yolundan çok uzak bir yol tutur. Onun fasik dostları onu ele Allah'tan uzaklaştırır ki hatta hele çatır ki buluğ vaxtında ve yaşı artık 20'ye yakın idi. Babasından qalan bu bostanlarda geceler yığışar, ay ışığında mahnı okuyar, ud aletine dıngıldadar, şiir, romans okuyar ve dostları da şarap içerdi. Anası da salih. Anası da onun hidayeti için heris ve dua edir. Burada bir fayda var. Ey uşağı azmış, sapmış salih valideyn. Ne bada evladına pis dua eləməyəsən. Ne kadar azsa belə, ne kadar pis yol tutsa. Sen yalnız yaxşı dua elə. Bil ki sen valideyn olduğuna göre senin duan müstecaptır. İstir lehine, istir uşağın aleyhine. Öyleyse müstecap olduğuna göre Allah'tan kork ve yalnız lehine elə. Ve neticeni göreceksiniz. 20 yaşına çatanda bu baş verir. Dostlarıyla beraber yenide babasının bostanlarının birinde ay ışığının altında dostları da o kadar içip ki sönüblər etrafında, səpələşib yatışırlar. Bu da onları öz nədi, həzin və gözəl səsi ilə nəğmə oxuyaraq oyatmaq istəyir. Və ud alətini götürür. Onun da bir pis şeiri var idi. Eşq, məhəbbət, romans. Ələm yə'ni li minkə ən tərhəmə və ta'sil əvazilə və lüvvəmə ilə əxir. Romans bir şeiridir. Başlayır ələm yə'nili, ələm yə'nili. Elə olur ki, dostları yatışır, xorulduyur. Bu da həmin şeiri, həmişə oxuduğu şeirini inir. Dilə gətirmək istəyir. Odu götürür. Deyir ələm yə'ni və qafiyəni gətirə bilmir. Unutur. Və çox qəribədir ki, notu da gətirə bilmir. Və təkrarlayır. Ələm yə'nili, ələm yə'nili, ələm yə'nili. Bax belə 3 dəfə, 4 dəfə eləyir. Və birdən bu ayətləri eşidir. Ələm yə'nilillezine amenu ən təxşə'a qulubuhum li zikrillahi və mə nəzələ minəl haqq. Əl-Hədid surəsindəki 16. ayəti eşidir. Ələm yə'ni lillezine amenu ən təxşə'a qulubuhum li zikrillahi və mə nəzələ minəl haqq. Məyər vaxtı gəlib çatmadı mı? İman eden insanların Allah'ın zikriyle, zikrini eşiderken qəlblərinin qorxmasının və ürpməsinin, Allah'ın hak nazil ettiğine kulak verip dinlemesinin vaxtı çatmadı mı? Kitap ehli kimi aldanmışlardan olmayın. Onlar məğrur oldu. Ömürleri uzandı, sonra da onların masırı oda oldu. Bunu eşidəndə qalxır və ud alətini çırpıb sındırır. Ağlaya-ağlaya anasının yanına qaçaraq gəlir. Anası da abid, ibadətdə gecələr yatmır. Bütün gün övladına salih dua edir. Gəlir deyir ki, anacan, həqiqətən mən Allahın yolundan çox uzaqlıqla uzaqlaşmışam. Mən tövbə edirəm. Anası deyir ki, mən neçə illərdir bunu Allah'tan istəyirəm sənin üçün. Elhamdülillah. Yani dua müstecab oldu. Deyir, eləysə övladım artıq 20 yaşı var. Eləysə övladım ömründən qalan hissəni Allah'a həsr et. Elhiq mə baqiyə min umrik. Və Abdullah ibn Mübarək yeganə varis, anası ona çoxlu sərvət verir. Və onu Məşriqə, Məğribə, Yəmənə, Nəcdə, Məkkəyə, Mədinəyə, hər yana elm almaq üçün göndərir. Və o, bu kisə qızıllarla yer üzərinə elm üçün seyrə səfərə çıxır. Kibar tabinləri idrak eləyir, onlardan elm alır, Qur'anı əzbərləyir, hədislər rivayət eləyir, fiqh alır. Ve subhanallah tam hidayet olur. Yani tamamıyla değişmiş olur. Şimdi göreceksiniz bunun hidayeti hansı dereceye kim kalkar. Onun hüsnü seriresine bir neçe misal. Bir defa imam artık imamdır.
Abdullah İbni Mübarek'in qonağıydıq evində. Birdən sirac söndü, qəndil. Bilirsiniz, fitilləndir, zeytun yağı ilandır. Və qaranlıq çöktü. Otaqdayıq. Bizdən birimiz tez qalxıb o siracı islah elədi. Hər yan işıqlı olanda gördük ki, Abdullah İbni Mübarek'in ovucunun içi göz yaşlarıyla yamyaş olmuşdu. Yəni o müddətdə o, qısa müddətdə o. Yəni göz dolu yaşlar tökmüş və heç kim bilməsin deyə neyinib? Tez onları əli ilə yığışdırıb. Və gördük ki, onun əlinin içi bütün göz yaşlarıdır. Bildik ki, o tək qalanda Allahdan qorxanlardandır. Həmin qaranlıqda o özünü qəbirdə hiss elədi. Yəni söhbət dəqiqə söhbətidir. Siracın sönə müddətində. Onda bildik ki, niyə görə biz bu insanı bu qədər sevirik? Onunla Rəbbi arasında hüsn-i sərirə var. Həmçinin hüsn-i sərirəsində misallardan bir dəfə onun yanında bir nəfəri zikr edirlər. Şeyx, Bəhmənkaz dünəlləri gecə 40 rəkatla təhəccüdə qalxdı. Abdullah İbni Mübarek çox ixlaslıydı. Şöhrəti sevmirdi. Şöhrətdən qaçırdı və öz əməllərini gizlədirdi. Və əməllərini də danışmaq istəyəndə onu məchul şəxsin adından rivayət edərdi. Deyirlər ki, şeyx, dünəlləri bir nəfər Bəhmənkaz 40 rəkat namaz ilə təhəccüdə qalxdı. Şeyx, Abdullah İbni Mübarek ağlayır. Və deyir, subhanallah, mən isə bir nəfər tanıyıram. Dünəlləri gecə 2 rəkatdan artıq namaz qıla bilmədi. Bir surəni qırağa keçə bilmədi. İnnə a'taynəkəl kəvsər fasalli li rabbikə vənhar İnnə şəniəkə huvəl əvtar. Bu surə ilə başladı ta sübh əzanına kimi. Onu hep okuyup ağladı, yaşadı ve tedəbbür elədi. Sanki göstermek istəyir ki, o say değil, məqsəd say değil. Məqsəd sənin o namazda yaşadığın hal, tədəbbür, təəmmül, əl-xuşu, əl-xaşiyə, onun təfsiri və s. Və heç kim bilmirdi ki, o kim qəst eləyir. Halbuki özüydü, həmin o Kevsər surəsindən qırağa keçə bilməyənlər. Bir dəfə ondan soruşurlar ki, Abdullah ibn Mübarek zamanının ən zəngin insanına çevrildin. Təsəvvür insan kisələrlə qızıl verərdi. Sadiq kişilərə. Zamanında kişilər idi. Bir kisə verirsən, gedir Yəmənə, kərvanla. Obursuna bir kisə, gedir Şama. Obursuna bir kisə verirsin, gedir Xorasana, Misirə. Və belə. Sonra qayıdır ərəsi 20, 15, 30 kisə ilə və yarı-yarı bölürlər. Sənsə dərs bilmirsən. Və tacirlər onunla şərik girməyə yarışardılar. Deyərdilər ki, əl-məlu indəhu mübarək. Elə adı kimidir. Mal onda bərəkətlidir. Yəni kim ona şərik girirsə, Allah Teala əcəb bərəkət verir. Heç kim də başa düşmürdü ki, bu bərəkətin sirri nədədir? Sirri indi açılacaq, baxın. Bir dəfə görür ki, o qızıl kişiləri hazırlayır və onu infaq eləmək üçün ölkədən qırağa çıxardır. Deyirlər, ya imam, biz görürük ki, hər ay bu 4-5 kisə ölkədən qırağa gedir. Yəni, ölkədə olanlar bəs eləmir, yəni o qırağa gedir. Deyir, hunaka aqwamun təfərrahu lillah. Deyir, kişilər var, özünü Allaha həsr ediblər. Bilirsiniz kimlərdir? Zamanın ən böyük imamları. Onların maaşını verir, hər ay. Hunaka aqwamun təfərrahu lillah. Kişilər var, özünü Allaha həsr ediblər, yəni alimlərdir. Onların işi elmi öyrənmək, öyrətmək, almaq, vermək. Ən böyük iş budur. Və bu balaca iş deyil. Bu işlərin işidir. Bunu bilən bilir. Bir mühazirəni hazırlamaq üçün saatlarla vaxt bitirirsən. Və gecələr beynin yatmır, onu əzbər təkrarlayırsan. Amma insanlar elmi ki, hasandır. O ki, qaldı onu hələm yazanlar, rivayət edənlər, öyrənənlər, öyrədənlər, əzbərənlər. Deyir ki, kişilər var, təfərrahu lillah. Və onların ehtiyaclarını qarşılayanlar yoxdur. Əgər o 4 kişi olmasaydı, bu ticarətin başını bıraxardım, özümü tam elmə verərdim. Baxın, görün, onun sonra xurcununa baxan kimlərdir? Zamanın ən böyük imamları, İmam Buxarinin raviləri və şeyxləri. İsnadın içində görərsiniz. Sufyanan və Hammadan. İki Sufyanın maaşı. Sufyan-ı Thawri, İmam-ı Dünya. Və Sufyan ibn Uyeyne, İmam-ı Dünya zamanında. Onların maaşı onunla gedirdi hər ay. Gedib çatdırmalıydılar hər ay.
Ve Hammadan, iki Hammad. Hammad İbni Zeyd ve Hammad İbni Seleme. Üstelik beşinci adam da var. İsmail İbni İbrahim İbni Uleyye. Hatta beşinci adam da var. Ve beşinci adam ortada böyle bir fasile verdi. Ve sonra gayet de onun hikayesine de gaydak. Buyurur ki bu 4 nefer olmasaydı yani ticaretin başını bırakardım. Niye belirlirdi? Çünkü bunlar yani varanı korumalıydılar. Kimse onları başka yere yönetmesin. Çünkü bunlar hadis ravileri fikatun sebt. Yaxşı, 5-ci xərclədiyi kəs ki arada ayrıldı ondan təzdən sonra qayıtdı. Kimdi o? O da zamanının hədis alimlərindən, fuqaha ve imamlarından İsmail İbni İbrahim İbni Uleyye. Bir dəfə 5-ci kisəni hazırlayanda dedilər, ya imam İsmail üçündür? Dedi, bəli. Artıq onun sənin kisənə ehtiyacı yoxdur. Xurucundan. Dedi, niyə görə? Xəlifə onu özünə götürdü. Deyir, nə? Artıq o xilafətin baş qalsıdır. Bəldəni yox ha. Bütün xilafətin. Qadil Quva. Qazıların reisi. Sədri. Bütün xilafətin. Bu xəbəri eşidəndə hocası neynir? Sevinirmi? Sanki ildırım vurur ona. Sanki oddan bir qaynar su dökülür başına. Qəzəblənir. Başını neynir? Sağa sola. Yəni xəlifə onu götürməməliydi. Və onun yanına səfər edir. Xilafət sarayının yanına və onu çıxartdırır oradan və söhbət üçün dəvət edir öz hücrəsinə. Budur İmam, El-Faqih, El-Alim, El-Allam, El-Qadi İsmail İbni İbrahim İbni Uleyye onun yanına gəlir. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu ya imam ve merhaba. Fela heşşe ve la beşşe lehu. Ne salamını almır, ne merhaba deyir, ne qucaq açır, ne de üzünə baxıb təbəssüm eləmir. Əksinə başını aşağı salır və belə edir. Buna göre İsmail Qazi El-Quda deyir, ya imam, nəsə baş verib, nəsə səhvim var, nəsə düzgün eləməmişəm, nədir mənim cinayetim? İmam ise Abdullah İbni Mübarek başını bu şekilde işaret edilir. Deyir ki, ya imam Abdullah'a, Halife Harun Reşid, o da salih olur, bakma. Benim elmimi bildi. Elmi məqamımı bildi ve xilafətin üzerine baş qazı təyin Qadil Quda, bütün xilafətin üzerine. Ve məndən tələb elədi ki, yalnız Allah'ın hökmüyle hüküm vereceğim. Kitap ve sünnə, qırağa çıxmayacağım. Burada pis ne var ki? Bu zaman Abdullah ibn Mübarek qəzəblənir ve deyir ki, istəyirsən senin soğan kimi, qabıqlarını soyan kimi bir izah edeyim. Ne var burada? Neyse, bunlar birbirlerini anlamırlar, elə çıxır. İsmail ibn İbrahim üzünü çöndərir ve gelir təzdən işini de alacaq saraya. Çünkü artık saray qazılarındandır. Abdullah ibn Mübarek tez ona bir mektup yazır arkasıca. Abdullah ibn Mübarek imam yazdığı mektup da şiirlendir. Ve bu mektubu ona gönderir. Mektup gelir çatır. İsmail ibn İbrahim ibn Uleyye mektubu okuyur ve mektubda ne yazılır? Ya ca'ilel ilmi lehu baziyeh yastadu bihi emvalel mesakini ihtalte lid-dunya ve lizzatiha بحيلة تذهب بالدين أين روايتك فيما مضى عن ابن عون وابن السيرين أين روايتك فيما مضى في ترك أبواب السلاطين إن قلت أكرهت فذا باطل ذل حمار العلم في الطين. Mənasını dinləmək istəyirsiniz. Bunu təsəvvürən, yəni oturan yerdə Abdullah ibn Mübarek öz fikirlərini tez yazır. Baxın mənası təqribən belədir ki, ey elmi özü üçün şahin kimi kullanan. Şahin bilirsiniz de. Gelir şikarın üzerine yapışır, heyvanların üzerine. Balca kuş, kartal. Ərəblər getirir bura. O için istifadə olunur. Bir ey elmi özü üçün şahin kimi kullanan, yoxsulların mallarını yığmaqdan başka bir şey için yok.
Eğildin dünyaya, malına ve lezzetine. Bu amaçla gitti senin celaletin ve dinin. Hani bundan önce ettiğin rivayetlerin İbni Avnan ve İbni Sirin'den, hani bundan önce ettiğin rivayetlerin eğilme, zahid ol sultanların kapısından. Desen ki ikrah olunduğun, kabul olunmazdı, inanılmazdı hüccetin. Seni elim için daşıyan uzun kulağın, palçıkta kalmış elece bak bil. Yani bu şekilde şiir yazır ona. Bu mektubu okuyan İsmail İbni İbrahim qəhərlənir ve halifenin önünde haber olmadan hönkür hönkür belə ağlayır ve eli titriyir. Halife Raşid görəndə deyir, "Garraka Abdullah İbni Mübarək." Deyəsən, Abdullah İbni Mübarək səni yoldan çıxartdı. Qal elə. Bel huve nasihun emin. Xeyr, o həqiqətən salih bir nəsihətçidir. Ya emir müminin, unşiduke billah. Afini minel qada. Seni Allah'a yemin edirəm, məni qazı olmaqdan azad elə. Ve yalvarır. Harun da Allah ondan razı olsun, onu qavadan azad eləyir. Və təzdən qayıdır elmə, hədisi rivayət eləməyə, öyrənməyə, öyrətməyə və yenə də 5-ci maaş kisəsi də artıq ona təzdən qayıdır. Səxavəti haqqında, cömərtliyi haqqında insanlar gələrdilər ondan borc alardılar. Amma o borc verməzdi. Əvəzinə hədiyyə edərdi. Birbaşa. Hele verilen an, sorulan an. Biri gelir ve gelende onun yanına kıtlık vakti olur, kuraklık vakti olur, barın çok az veren vakti olur, uzun müddət yağmur ve deyir ki, ya imam mənə 750 dirhem borc ver. Öz katibine yazır ki, ona hediye edilsin. 7500. Katib yazanda, o birisi oxuyanda deyir ki, imam o senden 750 istedi. Buradasa yazmışsan 7500. Dedi, gələm nəyə yazıb, onu da əməl elə. 7500 hediye. Dedi, imam quraqlıq zamandır. Artıq yığılan bütün her şey tükənir. Olmaz belə. Dedi, əgər hər şey tükənirsə, demək əcəl yaxındadır. Ömür de onsuz da kısadır. Ne yazmışım onu da ver. Ala baraketillah. Tevekkülü gördünüz. Sehaveti gördünüz. Xorasan'a gelerdi. Orada da hadis rivayet eləyərdi. Ve orada Kervansarayda özüne hücre götürərdi. Kervansaray bilirsiniz. Qədim oteller. Xan deyirlər ona. Ve onun öz məşhur hücrəsi var idi. Gələndə həmişə oranı götürdü. Oranı onun üçün saxlayırlar, hörmət əlaməti olaraq. Və şagirdlər ora gəlib, ora çox böyük otaq olduğuna görə. Belə deyək də VIP otaqdır, hə? Kervansarayın VIP otağı, ən böyük otağı. Orada şagird də çox tuturdu. Xorasan şagirdlər gəlib orada elm alardılar. Ondan hədis rivayət edərdilər. Və gəlir Xorasanda həmin o daima qaldığı Kervansaraydakı həmin o xana, hücrəyə. Ve gör ki sevdiği şagirdlerinden, həris olan şagirdlerinden biri yoktu. Soruşur ki hardadır o? Deyirlər ki ya imam zindandadır. Niye? Deyir ticarete başladı. Her şey ayala gelirdi. Sonra müflis elan olundu. 10.000 dirhemle zindana salındı. Dedi burada durun birazdan derse qayıdacağım. Burada durun şagirdler deyir. Burada durun derse qayıdacağım. Gelir borç sahibini tapır. Deyir bu kişinin sənə borcu var, bəli. Nə qədər? 10.000 dirhem. Deyir mən sənin borcunu bağlayıram. Onu da zindandan çıxardırıq bir şərtlə. Heç nə deməyəcəksən, heç kimə. O da bilməyəcək ki bunu kim elədi. Oldu? Deyir oldu. Gedir 10.000 dirhemi hemen verir borç sahibinə. Və onu zindandan azad eləyir, özü də artıq gəlir və səfərə hazırlaşır. Və şəhərdən çıxmağa az qalmışdır ki, həmin zindandan çıxan qaça-qaça gəlir. Özü də bilmir ki, Abdullah İbni Mübarək zindanda olub. Sadəcə ona bir dənə xəbər çatır ki, Abdullah İbni Mübarək Xorasandadır. Öz həmişəki Kervansarayında olub. Bir dənə o xəbər çatır.
Və soruşur, sonra aparır və onu yalnız şəhərin qapısında, çıxışında, qalanın qapısında görür. Ya imam, ya imam. İmam da ondan soruşur. Bəhman kəs, dərsdə görmədim səni. Niyə yox uydun? Deyir, ya imam, başıma iş gəlmişdi. Salamat. Deyir, 10.000 dirhəmlə zindana düşmüşdüm. Salih kimsə bir qul gəlib bağladı. Deyir, elhamdülillah aleyhisselamə. Elhamdülillah ki, yaxşı qurtardı. Təsəvvürlə, özü də bilmir ki, kim bunu eləyib? Yəni, minnətsiz, əziyyətsiz, şöhrətsiz fikir verir. Allahu Akbar. Bir ildə bir həcc eləyərdi. Həcc etməyən ildə də cihad eləyərdi. Yəni, futuhatlara girərdi. Bizim ölkələri fəth eləməyə gələrdi. Təsəvvürləyin. Bir il cihad, bir il həcc. Bir il cihad, bir il həcc. Bir dəfə həccə yola düşür. Və həcci tək eləməyi sevməzdi. Həcci elə bilməyən, kasıb, yoxsul olan insanları da özünə toplayıb onları həcc elətdirərdi. İki sinif insana həcc elətdirərdi. Zuhad, abidlərə, yoxsul abidlərə və uləmə, bir də alimlərə. Onları həcc elətdirərdi. Zuhadlara gələndə onlar özünü ibadətə vermiş, gözü tox olan və insanlardan heç nə istəməyən çox yoxsul insanlar idi. Onları toplayar və deyir ki, bu il sizdən həcc eləmək istəyirəm. Onlar da deyərdi ki, ya imam, biz o qədər kasıbıq ki, bizim həcc etməyə heç bir fürsətimiz yoxdur. Deyir, bilirsiniz ki, mən tacirəm. Əlinizdə olan pulları mənim ticarətimə qatın. Ondan meydana gələn həmin o bəhrə ilə də sizi həcc elətdirim. Razısınız? Bunlar da düşünürlər, inanırlar ki, doğrudan ki, o boyda kişiyə, o boyda əcdaha tacirə bunlar şərik olurlar. İnanırlar bunlar. Halbuki bu bir şirin hilədir. İcazəli hilədir. Deyir, sənin nə qədər var? Deyir, 4 dirhəm. 4 dirhəm bir kişinin bir abed puludur. Ondan artıq deyil. Gətir bura. Allah bərəkət versin. Və 10 kisəsini bağlayır. 4. Səndə 10. Əla. Səndə Zeyd. 16. Maşallah, sən varlısın. Əla. Səndə nə qədər? 11. Bütün o yoxsulların kisələrini yığardı. Və adlarını yazıb işinə qoyardı. Düyünləyərdi. Və sonra öz evinin bir kəntarında gizlədərdi. Onların da xəbəri yoxdur. Onlar da elə bilirlər ki, bunun ticarətinə şərik qoşdular, rahat həcc eləyəcəklər. Və sonra bunlara dəvələr verərdi. Səfərdə axı, Xorasandan Məkkəyə getmək var. Minlərlə kilometr söhbəti var ortada. Bunlar nə səfərə çıxardı, nə çıxardı. Həyatında bunlar yemədiyi ləziz yeməkləri bunlar yetizdirərdi. Bunların, belə deyək də, səfərində daha nələr yox idi. Dəvə, çətir, suyu, xurması, bizim sözdə VIP. İndi bunlar gedirlər, hər dəfə bir şəhərə gələndə o şəhərdəki bütün naz nemətləri onlara hədiyyə elərdi. Deyərdi, ya imam, biz yoxsul, bizim pullarımız yoxdur, biz bunu ala bilmərək. Deyir, sizin pullarınız ticarətdədir. Və yalan danışmırdı Allahın ticarətində. Bu hilədir, şirin hilədir. Könlünü sındırmamaq üçün, başa qalxmamaq üçün, minnət eləməmək üçün. Bunu alimlər bilir. Sizin pullarınız ticarətdədir. Amma Allahın ticarətində. Bunlar bilmir axı. O bar verir, şək yox bar verir. Həm dünyada, həm ahirətdə. Ona görə bu bazara gələn bütün hər şeydən ala bilərsiniz. Özünüzə, ailələrinizə, uşaqlarınıza, qohum-əqrabanıza, qonşularınıza və 7 dönəmizə. Onlar da inanırlar ki, bu boyda əcdaha ilə şərik giriblər. Bu hamısı bunların malının qazancıdır. Onlar isə varı bir küncdə yatır orada evdə. Dövrənin eşişində deyil. Və nə inərdilər? Bazardan o qədər hədiyyə yığardılar. Və beləcə ta həc boyu. Ta ki gəldilər Mədinə Munavvara çatdılar. Mədinə nə boyu? Orada nə qədər əlbisə, nə qədər məxmər, nə qədər ipək, nə qədər hədiyyə yığdılar. Və bunlar hamısı inanır ki, bunların öz halal pulları iləndir. Öz qazancları iləndir. Çünki bunlarda ihtişam var idi. Yəni, insanlardan heç nə qəbul eləmirdilər. İmam da onları tanıyırdı. Yəni, bunlar xalis ubbadlar idi. Xalis zuhadlar idi. Və sonra həcci bitirəndən sonra qayıdardı onlarla vətənə və deyərdi ki, yaxşı, indi mayalarınızı sizə qaytarım, burada ticarəti dayandırmaq istəyirəm. Və onların öz kisələrini qaytarardı. Ya Zeyd, bu sənindir. Ya Übeyd, bu sənindir. Və hər kəs açardı, pulunu necə qoymuşdu, elə tapardı. 4 bunda, 9 bunda, 16 bunda. Deyərdilər, Subhanallah, deyir, bəli. Bunlar hamısı bar verdi. Və bunlar həm həcc elədilər. Həcc də o zamanda bizimki kimi deyil. Yəni, söhbət məsafədir, yəni. Getmək var. Üstəlik bu necə həcc elətdirirdi? Həmçinin bu həcci alimlər elətdirirdi. Və bunun həcci belə idi. Tək getməzdi. İnsanlara həcc elətdirərdi.
Sonra cihadı hakkında danışacağım. Bu həcce getdiyi yolların birində bir dəfə həcci etməmək qərarına gəlir və həcdən özü tək geri qayıdır. O da necə olur? Bir bəldəyə girirlər. O bəldədə gecəliyirlər. Kənddir. Çünki məsafə uzaqdır. Görür ki, deməli bir daxma var. Daxmanın qapısı tez-tez açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır. Bu da çöldə uzanıb dincəlir, hava da gözəldir. Görür, nə qəribə mənzərədir. Kənddə kişilər yoxdur. Yalnız ailələrdir. Kişilər yoxdur. Və bir daxmadır, kasıb daxmadır. Daxmanın qapısı açılıb, bağlanır, açılıb, bağlanır. Sanki kimsə oradan baxır, güdür, boylanır. Və daxma ilə üzbüz kəndin zibilxanasıdır. Diqqət edin, çox təsirli hadisədir. Və birdən həmin zibilxanaya leş, çolpa atdılar. Həmin qapı açıldı, bir körpə qızcığaz balası qaça-qaça getdi, beyt çolpanı, ölü çolpanı götürdü və evə daşıdı. Gəldi, qapını döydü. Ev sahibi kimdir? Bir xanım çıxdı qapıdan. Dedi, xanım, burada nə baş verir? Mən bayaqdan sizi güdürəm. Və uşaq gəldi, nəhayət ki, o zibildikdəki meyit, leş çolpanı götürüb evə gətirdi. Bunlar da tanımlardı İbn Mübarəkə. Deyirlər ki, ya şeyx, ərim mücahiddir. Allah yolunda cihada çıxmış, qazvaya çıxmış, futuhatlara çıxmışdır. O qədər kasıb o ki, bizə heç nə buraxmamış çıxmışdır. Nə dirhəm, nə dinar. Bizim də yeməyə heç nəyimiz yoxdur. Bəli, meytətə leş haramdır, amma bizə halaldır. Çünki yeməyə başqa heç nəyimiz yoxdur. Bilirsiniz o ayətləri. فَمَنْ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا اِثْمَ عَلَيْهِ. Adlı mübarək yəni dözə bilmir yəni. Qəhərlənir, ağlayır. Deyir ki, bu il özümə hacı qadağan edirəm. Və o xanıma o qədər sərvət verir ki, bir il onu dolandıracaq qədər. Və o kənddəki olan bütün qadınları bir il dolandıracaq qədər mal ilə təmin edir. Ta ki, həyat yoldaşları ya sağ, ya zəfər ilə qaydana kimi. Təsəvvür edin. O qədər zəngin idi. O qədər varlı idi. Gəlin onun cihadı haqqında tanış olaq. Bunlar Afganistan torpağının Kabul, tanıyırsınız. Ora kim gəlib çatdılar və Afgan xalqını bilirsiniz. Çox güclü xalqdır. Və onda İslamda deyildi Kabulun sakinləri. Müsəlmanlar Kabul sakinləri ilə döyüşə çıxdılar. Kabul cəmaatı kafir idi onda. Və müsəlmanlardan bir nəfər cəngavər və Kabuldan da bir nəfər cəngavər üz-üzə çıxdı. Həmin Kabullu olan cəngavər kafir müsəlmanın boynunu həmən vurdu. Çox güclüydü. Və bağırıb dedi ki, aranızda bir nəfər varmı mənə gücü çatan? Aranızda mənə mübarizə etməkdə qalib gələniniz varmı? Müsəlmanlardan başqa bir nəfəri döyüşə qatdıq, cəngavər güclü. Kabullu kafir onu da boynu vurdu. İkinci müsəlman qardaşımızı itirdik. Adam deyir ki, aranızda bir nəfər kişi varmı məni enən, mənə qalib gələn? Üçüncü bir cəngavəri göndərdik, həmən onun da boynu getdi. Adam o qədər güclüdür ki. Zaten Afgan xalqı belə güclüdür, bilirsiniz. Və deyir ki, subhanallah, həm məğlubiyyət, həm də ki, bu insanın belə, cəngavərin belə bizi qalib gəlməsi, yəni, baxma, bu döyüşdə mənəvi çox böyük bir təsiri var. Ya mənəvi, ya müsbət. Birdən meşənin içərisindən bir cəngavər çıxdı. Gözləri möhkəm sürmə etmişdir ki, heç kim onu tanımasın və özü tamamilə bağlanmış. Qılıncla girdi meydana və möhkəm bir mübarizə başladı. Qılıncların qılıncımı, atlar yəni qalxılıb göyə, toz, torpaq, uzun mübarizədən sonra Kabullu kafirin boynu getdi. Hamı dedi, Allahu Ekber və sonra girdi, ordunu iki yerə böldü. Dedilər, Allahu Ekber və fəth olundu. Döyüş qutarandan sonra biz bu qalib cəngavəri tanımaq istədik. Düşdük onun dalınca ətrafa, əhatəyə alaq onu, götürüldü və qaçdı. Meşəyə girdi. Abu Amr el-Mervazi deyir, hiss elədim bu kimdir. Deyəsə mən onu tanıyıram. Və girdim meşəyə və başladım onu axtarmağa. Ta ki onu dincələn yerdə tapdım. Onun da heç nədən xəbər yoxdur. Eyni kənddəndirlər, fikir verin. Abu Amr el-Mervazi. Gəldi ora və həmin cəngavər düşünürdü ki, orada heç kim yoxdur. Dincəlmək istəyəndə üzünü
Açanda gördü ki şeyhim imamın Abdullah ibn Mübarek'miş bu. Eyni kentten. Abdullah ibn Mübarek onu görəndə dedi səni and verirəm. Gördüklərini heç kimə danışmayacaqsın. Yəni subhanallah cihad istəyirsən cihadda da biləcəklər. Ona görə buna deyərlər ki, sən sahabələrin çatdığı bütün məqamlara çatmışsan, elədiyi bütün fəzilətləri eləmişsən. Səxavətdə Əbu Bakır, Öthman, Abdurrahman ibn Avf. Səxavətdə, zənginlikdə. Cihadda Xalid ibn Valid, və Talha, və Zübeyir, və Ali ibn Abi Talibsən. Elmdə Əbu Hureyrəsən, İbn Umarsan, Abdullah ibn Masudsan, Muad ibn Cəbəlsən. Deyərdə, uskutu, susun. Biz acizləri, miskinləri onlara tay tutmayın. Heç ayaqsız olanlar ilə ayaq üzərində yürüyənlər bir-birinə tay olarmı? Bax, bu sözü burada demişdi. Allahu Akbar. Deyərlər, onun haqqında elə bir məqamlara çatmışdı ki, indi gələcək, görəcəksiniz. Biz düşünürdük ki, onunla sahabə arasında bir dənə fərq qalıb. Şərəf-ı ru'ya, Resulullah'ı görə bilməməyi, sadəcə olaraq, başqa işlə. Sallallahu aleyhi ve sellem, başqa işlə. Şərəf-ı suhbə. Bir dənə buna çata bilmirdi. O da ki, bizim əlimizdə olan şey deyil, bilirsiniz. Yaxşı, görək ibadəti necədir. Deyir, döyüşlərin birindəydik. Kim rivayət eləyir? Bu da Mərvazidir, Əbu Ubadə. Bu da onun mürid və şagirdlərindəndir. Deyir, döyüşlərin birindəydik. Döyüşdən çıxdıq, döyüş qutardı. Yəni, elə yorulmuşduq ki, bir dənə arzumuz vardı. Tez bir dənə yatıb dincələk. Taqət tükənmiş tamamilə. Və hamı uzandı, dincəldi. Mən isə şeyximdən əl çəkmərəm. O da mənə deyir ki, məni tək burax, məni tək burax, məni tək burax. Mən də onu güdürəm. Biləm ki, bunun hər bir əməli nədir? Hər bir əməli taatdır. Süfyan-ı Thawri onun haqqında birisi nə deyir? Deyir, 3 gün Abdullah ibn Mübarek kimi olmaq istədin, 3 gündən artıq gücüm çatmadı. Hani bunu kim deyir? Zamanın ən böyük zahid abidlərindən, alimlərindən olan Süfyan-ı Thawri. Deyir, Abdullah ibn Mübarekin yaşadığı İslamı yaşamaq istədim, 3 gündən artıq gücüm çatmadı. Allahu Akbar. Yəni, hardan hara qalxmışdı? Əvvəli 20 yaşından qabaq hardaydı? Allahu Akbar. İndi hardadır? Fikir verin. Demək ki, Allah istəsə bunu edə bilər, hədiyyəni verə bilər, qulu dəyişə bilir yəni. Ona görə həmin valideynlərə burada bir ibrət var. Nə bada fasik övladına bəddua eləməsin. Madəm ki, valideynsən, duanın müstəcəbdir, yalnız xeyir dua elə. Və nəticəni görəcəksən. Və ümidini kəsmə. Və bu sənin üçün ibrətdir, əziz valideyn. Qətiyyən ümidini kəsmə. Əl-Xulasa, Əbu Ubadə Əl-Mərvazi deyir ki, başa düşdüm ki, o istəyir mən ondan uzaq düşüm və özümü yuxuluğa vurdum. Güya ki, yatmışam, xorulduyram. O da başını qoydu, gözlədi ki, hamı yatsın. Əmin olanda ki, hamı yatır və mən də ona əl çəkib xoruldadım, qalxdı və meşəyə girdi. Mən də onu gülməyə başladım. Və onun yoluna gedən, haradakı o ibadət yeri tərəfdə bir yer götürdüm, bir kolluğun arasında, düz yolun ortasında, yəni ki, kolluğun arasında onu pusuram. Deyirəm, subhanallah, bizim heç birimizdə taqət qalmayıb. Ən güclü döyüşən varsa elə oydu. Bütün gecəni sübhə kimi təhəccüd qılmaq nə deməkdir Qur'anla? Deyir, mənim bir şeyə taqətim çata bilərdi. Onun bu gözəl namazını seyr eləməyə, başqa heç nəyə. Və buna da gücüm çatmadı və yuxu məni aldı. Və bir də Allahu Akbar deyib qəzəb ilə onun səsinə uyandım. Bir il məni danışdırmadı. Əbu Ubadə nə deyir? Bir il məni danışdırmadı. Nəyə görə? Onun gizli iç dünyasını güddüyümə görə. Onun hüsnü sərirəsinin içine girdiyinə görə. Bir ildən sonra bir tər onun yanına girdim, ağladım, üzr istədim, bağışladı. Dedi, amma bir daha belə eləmə və gördüklərini heç kimə danışma. İmam Malik'i tanırsınız da, gələcək inşallah. İmam Darül Hicra, məzhəb alimi, faqih, el-muhaddis, İmam-ı Dünya, 4 fuqahadan biri. Onun haqqında bir sənə deyərdi o gələndə. Câ'u şeyhu Xurasan, Xurasanın imamı gəldi. Görün insan hansı məqamı çatır. İmam Malik onu belə qarşılayardı. Həmməd ibn Zeyd, nə biləsən kimdir Həmməd ibn Zeyd? Saçı başı ağappaq, zamanın ən böyük ulema, mühaddislərindən, thiqatun, səbtun, dabtun, mühaddis. Onun çox maraqlı bir hekayəsi var. Həmməd ibn Zeyd kimdir? Onun kisəsiyle, maaşıyla dolanandır. Ama hayatında onu görmemişti.
Abdullah İbni Mübarek cavan. Hammad İbni Zeyd kocaman alim, imam. Bir defa Hammad İbni Zeyd'in meclisine, onun beldesine bir cavan oğlan dahil olur. Kale min eyne feta, bu genç hardan gelip? Şeyh soruşur Hammad. Dir Merve'den. Ne? Merve'den. Etedri, ete'lemu alimul Merve. Merve'nin alimini duydun mu, işittin mi? Abdullah İbni Mübarek. Dir ene huve zâk. Abdullah İbni Mübarek benim, senin yanında. Kale ente Abdullah İbni Mübarek cavan oğlanıymış. Şöhreti dünyaya gelip çatıp Hammad İbni Zeyd tesevvüle, hatta onun maaşı ona gelir. Ama bilmedi ki o cavan oğlandı. Tesevvüleyim. Kalktı. Fâdammehu ve kabbelehu. Onu yüreğine sıktı, onu kucakladı, öptü, salamladı ve öz ilim tahtının üstüne otuzdurdu. Özü de şagird kimi oturdu önünde, o boyda imam, o boyda alim. Ve birden şagirdler dedi ki, ya imam, xahiş elə bilərik ki, Abdullah İbni Mübarek günləri dərs versin, hədislər o rivayət eləsin. Abdullah İbni Mübarek dedi ki, yox bunu eləməyin, şeyxin yanında məni rüsva eləməyin. O olan yerdə mən dərs verə bilmərəm. Çünki Hammad İbni Zeyd kocaman alim. Bu cavan. Hammad İbni Zeyd deyir ki, ya imam, Abdullah İbni Mübarek deyir. Bütün şagirdlərim, mən də bunu səndən rəcə edirik. Bugünkü dərsi sən verəcəksən. Kardeşler, bakın edebe. Abdullah İbni Mübarek indi hadis rivayet edecek. Deyir ki, haddeten Hammad İbni Zeyd an Amru, ikinci hadis. Haddetena Hammad İbni Zeyd an Yezid, ikinci hadis. Haddetena Hammad İbni Zeyd an Urva, üçüncü hadis. Ve orada ondan çok hadis rivayet edildi. Hamısı ravi Hammad İbni Zeyd. Teəddübən Hammad İbni Zeydin cəlalətine, imamətinə hörmət əlaməti olarak. O gün derste rivayet ettiği bütün hadislerin ravileri Hammad İbni Zeyd idi. Gördünüz? Hem burada Abdullah İbni Mübarek'in ilmini gösterir. Yani zihninde, kalbindeki minlerle hadisin içinden Hammad İbni Zeyd'in hadislerini yalnız yığdı, topladı. Test onları ezberden açtı. Hem de burada bir ders verdi, bir edeb dersi verdi, bir medeniyet, bir ahlak verdi. Bildiniz necə? Ne olsun ki ondan kaldı bura. Ama bu günlerin meclis, ders, ilim, kürsü de onundur. Allahu Ekber. Bir defa ticaret fermanı bağlayırlar ve onların özündən məxsus bir qələmləri var idi, belə çubuqdan kəsilmiş. Onu batırırlar, mürəkkəbi yazırdılar ve müqaviləni bağlayır. İşi bitirəndən sonra qələmi bura qoyur ve başlayırlar hesablamağa. Ve oradan çıxır, qayıdır öz kəndinə, Mərvəyə. Eve çatanda birinci olarak onlar əmmamən açılır. Əmmamən açanda görür ki, qələmi əmmamən içində qalır. Deyir, Allahu Akbar. Məzə səyəqul hədə təcir an imamil Mərvə. Bu tacir Mərvə alimi haqqında nə gümanda olacaq? Mərvə alimi mənim qələmimə sahib çıxıb. Yəni, arxasına keçib. Və neynir? Əbasını soymamış. Təzdən əmmaməsi taxır, qələmi ora taxır və təzdən həmin bəldəyə qayıdır, axşama kimi ora çatır. Tacir onu görəndə deyir ki, ya subhanallah, ya imam, mən bütün mallarımı sənə etibar eləmişəm, sənin ticarətinə. Bir qələm nədir ki, ona görə təzdən ora qayıdırsan, o boyda məsafəni. Deyir, qorxdum ki, şeytan sənin qəlbinə, elm əhlinə qarşı bir vəsvəsə atar. Çünki bu elm əhlidir, elmin adı ağırdır. Allahu Akbar. Fudayl İbni İyad onun dostuydu. Ne bilesen kimdir Fudayl İbni İyad? Abidun zahid. Ve bir defa Fudayl ona dedi ki, ya imam, bu nedir? Bütün dünya senin ovucunda, hurcununda, cibinde, ayaklarının altında, eteğinde. Bütün dünya senin önünde. Bu nedir böyle? Yani sanki böyle zahid olar. Qayıtdı Fudaylə dostuna, ikisi de zahiddi. Biri milyonçu zahiddi, milyarder zahiddi. Biri de ki yoxsul zahiddi. Qayıtdı Fudaylə dedi ki, ya imam, bu mal dövləti, sərvəti mən Allahın əmr etdiyi yerlərdə xərcləyir və bununla özümü taətə gücləndirir. İnsanlardan müstəğni oluram, onlardan heç nə istəmirəm. Qalan qalığını da qardaşlarıma paylayıram. Cavabında Fudayl, əgər belə desə, fələ harac, o zaman eyb eləməz. Günlərin bir günü Məkkəyə gəlir, çox güclü quraqlıq günlər olur və yağmur.
və vilayət əhli əmir, Məkkənin əmri istisqa namazını elan eləyir və insanlar istisqa namazına gəlir. İstisqa namazının şərhini bunun haqqında məxsus dərsdə izah eləmişəm sizə. Və imam minbərə qalxmalı, xutbə deməli, 2 rəkət cümə namazına oxşar bir dini ayındır, namaz qıldırmalı və sonra əllərini qaldırıb istisqa duası edib cəmaat əmin deməli. Və insanlar yavaş-yavaş axın Məscid-i Harama, Məkkəyə, Kəbə məscidinə gəlirlər istisqa namazı üçün. Göydə bir dənə bulud belə yoxdur və dəhşət quraqlıq. Abdullah ibn Mübarək gəlir, Məscid-i Haramın bir zaviyəsində, bir küncündə sütunun arxasında oturur namaz qılandan sonra. Və birdən görür ki, bir nəfər yoxsul gəldi, əlil xəstə, şikəst. Üzərində ridası var idi, əlavə, şal kimi. Onu yerə tulluyur, Allahu Akbar elib 2 rəkət namaza girir. Namazda səcdədə belə bir şeylər deyir. Ya seyyidi və xaliqi və mevlaya. Ey mənim ağam, məni yoxdan var edən xaliqim və mənim dostum. Kimə deyir? Allaha. Sənin xəlqin səndən yağmur yalvarmaqdan ötürü sənin evinə toplaşmışdılar. Hum muznibun. Bəli, onlar günahkardılar. Muxtiun, xatakardılar. Mufarritunel muqassirun. Muqassirdirlər. Günahkardılar. Və fihim salihun. Amma aralarında salihlər də var. Fələ tuəxiduhum bis-salihi aləl-muznibin. Yəni salihlərə də cəza vermək günahkarlara görə. Aqsamtu bikə illə ən səqaytəhum. Səni özünə and verəm ey Rabbim, onlara yağmur indir. Deyir, bunu Abdullah ibn Mübarək eşidəndə əti ürpəşir. Tükləri biz-bil olur. Bu kimdir belə cəsarət edir? Cürət edib Allah'a and verir. Deyir, sənin özünə and verəm ki, illah ki, onlara yağmur indirəcəksən. Və hədis yadına düşür ki, Allahın qullar arasında qullar var. Başı, saçı, torpaq, qum. Kasıb, yoxsul, qapılardan qovular və insanlar onu heç saymazlar. Allah'a and versə, Allah andını yerdə qoymaz. Deyir, ikinci dəfə dedi, Aqsamtu bikə illə səqaytəhum. Sənə izzət və cəlalana, sənin özünə and verəm ki, onlara həmən yağmur indir. Aqsamtu bikə illə səqaytəhum. Üçüncü deyəndə şimşək çaxır, möhkəm. Deyir, baxdım, gördüm, subhana, bu balaca bulut hardan gəldi, çıxdı. Havaq peyda oldu. Bulut sürətlə genişlənib şişməyə başladı. Və bir yağmur yağdı, həmən adam namazdan çıxmamış. Dedim, hədisdə gələn insan buymuş. Allahın qullar arasında qullar var. Onun da işlenen xəbəri yoxdur ki, mən sütunun arxasındayım, bunu görürəm, eşidirəm. Sonra ikinci duasına keçir. Mevlaya xaliqi və seyyidi. Ey mənim dostum, məni yoxdan var edən xaliqim və ağam. Axı, mən kim oluram ki, mənə görə sən yağmur indirirsən? Fələkəl hamdu və şükur. Axı, mən kim oluram? Ənə faqirun, mən yoxsulam. Haqirun, alçağam. Yəni, insanlar nəzində alçaq, qapılardan qovlananam. Haqirun, miskinun, yazığam. Halilun, şikəst və xəstəyəm. Mən ənəlləzi səqaytəl xalqa biduayı. Kiməm axı? Mən kim oluram ki, mənə görə sən xalqına yağmur indirdin? Abdullah ibn Mübarək dedi ki, yox, mən bu qulun arxasına düşüb öyrənəcəm kimdir bu. Adam oradan çıxıb gedəndə Məkkəni su götürür yağmurun çoxluğundan. Abdullah ibn Mübarək deyir ki, getdim onu güdməyə və görürüm ki, insanlar istisqa namazına hələm də gəlir, hələm də imam minbərə qalxmayıb. Artıq Məkkədə leysandır. Allah akbar. Gəldim, gördüm ki, bir nəfərin evinə girdi. Elhamdülillah o insanı tanıyıram. O da məni tanıyır. Bildim ki, onun mövlalarındandır, qullarındandır. Sabahsı gün gəldim, dedim ki, gəlmişəm səndən qul almağa. Həmən 10 dənə pəhlivanı çıxartdı. Biri-birindən dişləri parıldayan zəncin, hə? Dedim, yox, mən bunu istəmirəm. Dünəllə qapıdan Bəhman və filan xislətlərdə olan bir qul geldi. Deyir, hə, o mənim qulumdur. Onu istəyirəm. Cavabımda qulların sahibi, ya imam, onu mən sata bilmərəm. Dedi, niyə? Çünki o qədər xəstədir. O qədər şikəstdir. Bəlkə bu yaxınlarda öləcəkdir.
Onun iş qabiliyyəti belə artıq yoxdur. Mən onu rəhmətimdən yanında saxlayıram və işlətmirəm. Elə belə. Yox. Mama buğiyyəti illə huva. Mən yalnız onu almağa gəlmişəm. Ya imam, onu mən sənə verə bilmərəm. Ondan xadim çıxmaz. Qalə ənə səəxdimuhu. Mən onun xadim olmaq üçün gəlmişəm onu almağa. Deyir, nə deməkdir bu? O heç işləməyəcəkdir. Sənə söz verirəm. Qul çıxır, pul ödənilir və qulu alır və yolda gedəndə kim yana gedirlər? Fudayl ibn İyadın yanına gedirlər. Buna qabaq Fudayl ibn İyada xəbər vermişdi ki, ya Fudayl, Fudayl demişdi ona ki, niyə bu qədər həzin, kövrək, kəm qüssə içindəsən ya Abdullah ibn Mübarək? Deyir, necə həzin olmayayım, başqa birisi bizi ötmüş, ona yaxınlaşmış, bizdən savayı başqa birisini o ilah Subhanahu wa Ta'ala dost götürmüş. Necə üzülməyim? Deyir, məl xabar, nədir sənin xəbərin? Deyir, sabah biləcəksən. İndi həmin insanı alıb, qulu alıb, indi gedir Fudayl ibn İyadın yanına. Qul şübhələndi yolda. Dedi, ya seyyidi, ey mənim ağam, axı mən qul kimi yaramıram. Sən məni niyə görə almışsan? Qalə ənə xadimuk. Mən almışam ki, mən sənə xadim olum. Deyir, yəqin sən nəsə görmüsən məndən. Deyir, bəli. Mə rəaytuhu bərihə. O dünənləri yağmur yağma söhbətində sən tək deyildin, mən hər şey gördüm. Bunu qul eşidəndə təsirlənir və ağlamağa başlayır. Və nə deyir? Ey ağam, sənin mənə hər hansı bir ehtiyacın varmı? Deyir, vəlimə, niyə görə soruşursan? Lənnəni zəhibinu ilə Rabbi. Çünki mən artıq Rabbimin yanına getmək qərarını verdim. Taləmə araft seyarifun nəs. Madəm ki, bu sir açıldı, insanlar da biləcək. Mənim ölməyim mənim üçün daha əziz. Rabbimin yanına getməyim daha əzizdir, nəinki insanların bunu bilməsi. Burada da böyük faydalar var, onun üçün məxsus bir dərs çıxıb. İnşallah dinləyirsiniz. Qalə lə mətti'nə bik. Getmə. Qoy səndən yaralanaq. Qalə lə xeyr. Və deyir ki, icazə versin 2 rəkət namaz qılım. 2 rəkət namaz qılır. Salam verir. Namazdan çıxanda deyir ki, Rabbi qbidni sə'a. Ey Rabbim, həməm canımı al. Rabbi qbidni sə'a. Və 3-cü dəfə deyəndə Rabbi qbidni sə'a və keçinir. Allahu Akbar. Narahat olmayın qardaşlar. Qutarırıq, dərsin sonundayıq. Deməli vəfatı 63 yaşında. Allahu Akbar. Hətta vəfatı qərbidə 63 yaşında vəfat eləyir. Və vəfat eləyəndə bir bəldədə tək başına olur bir köləsi ilə. Onun qucağında vəfat eləyir. Canını onun qucağında, başını da onun fəxsində, budun üzərində tapşırır. Və qul deyir, ağlayır. İmam soruşur ki, niyə ağlayırsan övladım? Deyir, sən dünyanın imamısan. Sən dərslərinə 10 minlərlə insan axıb gələrdi. Xəlifələr və padşahlar sənə qiftə eləyərdi. Bu günləri sən bir bəldədə, bir kənddə, tək tənha, heç kimin olmayan bir yerində ruhunu tapşırırsan Mevlana, özdə yanında mən kölə. Deyir, burada heç bir şey yoxdur ki. Yəni, insan şöhrətdən qaçardı. İnsan şöhrəti sevməzdi. Deyir, elə ki, gördüm, mən başladım can verməyə, mənə La ilahə illallahı tərqir elə. Əgər bir dəfə desəm, bundan sonra söhbət eləməsəm, danışmasam, kifayətlən. Artıq başqa şey demə. Yəni, burada da bir elm öyrədir. Və deyir, başladı qarqar eləməyə, can verməyə. Utanırım deməyə, bu da imam, alim, faqih, mən də kölə qul. Dedim, ya imam, qul la ilahə illallah. Eşidən kim dedi? La ilahə illallah ruhunu tapşırdı. Deyir, fəcənnə cünunu. Deyir, həmin qul sanki havalandı və möhkəm qışqırdı. Dünyanın imamı tək tənha bir daxmanın içində, mənim budumun üzərində ruhunu tapşırır, dünyanın bundan xəbəri yoxdur. Qaçdım deyir kölə, həmin bəldədə qışqırdım. Mət İbn Mübarək. İnsanlar eşitdi, başa düşmədi. Bu nə deməkdir? İbn Mübarək vəfat elədi. Bu kimdir? İbn Mübarək hardadır? Və dalımca gəldilər. Girdilər və gördülər ki, İbn Mübarək vəfat edib. Bu xəbər bəldənin əmirinin qulağına çatdı.
O da geldi. Mektup gitti halifeye çattı. Təsəvvür edin. Ve İbn Mübarek'in cenazesini bütün belde kıldı. Defin olundu, halifeye mektup çattı nihayet ki. Ve halife ona olan hürmetten təsəvvür bilir ki defin olunub. Ordusunu yığır ve onun defin olunduğu beldeye gelir. Onun qəbrini soruşur ve tek başına orada ordusuyla beraber bir tane cenaze o kılır. Yani hürmete bak, halife bütün işini bırakıp, hilafeti bırakıp, sarayı bırakıp hemin kəndə gəlir ki, onun da cenazesinde iştirak eləsin. Və bu kelimelerle kurtarmak istəyirəm. Hətta onun şanını, biləsiniz ki, onun şanı necə əzəmətlidir. Bir dəfə vəfatından qabaq Xəlifə Harun Rəşid bir bəldəyə gəlir. Bəldəyə daxil olanda görür ki, bəldənin sakinləri yoxa çıxıb. Şəhər bomboşdur. Xəlifə də necə xəlifə? Əskərləri sağından, solundan, əyyanları, vəzirləri, nəsil nəcəbəti, həyat yoldaşları, övladları elə onun kütləsi sahib eləyir. Amma şəhər əhli qarşılamalıdır. Xəlifə gəlir axı. Xəlifə görür ki, şəhərdə heç kim yoxdur. Soruşur ki, cəmaat hanı? Deyirlər, ya əmir-i müminin, elhamdülillah alə kulli hal, təqdir-i ilahi təsadüfdən eyni vaxtda şəhərin başqa qapısının Abdullah ibn Mübarək daxil olur. Bütün hamı gedib onu qarşılamağa. Onda xəlifənin əqrabalarından biri qayıdıb gülə-gülə deyir ki, ya əmir-i müminin, leysə mulku kə mulk. İnəməl mulku Abdullah ibn Mübarək. Mülk sənin mülkün deyil. Həqiqi səltanət taxt onun taxtıdır. Baxın, sənin yanında biz ailə, iyal, əskərlər, vəzirlər, amma xalq gedib onu qarşılamağa, həqiqətən onun məqamına hətta xəlifələr qibtə eləyərdi. Hədə huvə imam Abdullah ibn Mübarək rahiməhullah rəhmətən vəsiə və sallallahu alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin. Barakallahu li və ləkum.